Sivilizasiyalar, mədəniyyətlərarası dialoqun mərkəzinə çevrilən Azərbaycan, mürəkkəb ziddiyyətlərin davam etdiyi və hətta kəskinləşdiyi zamanda belə bu istiqamətdə olan təşəbbüslərini daha da genişləndirir. Prezident İlham Əliyev Azərbaycanı bütün mədəniyyətlərin qovuşduğu ölkə olaraq dünyaya tanıdıb. Məhz martın 9-da Qafqaz Müsəlmanları İdarəsi və Azərbaycanın müqəddəs taxt-tacdakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Romada iftar mərasiminin keçirilməsi bu prosesin tərkib hissəsidir. Bütün Qafqazın şeyxi Allahşükür Paşazadə və müqəddəs taxt-tacın dövlət katibi Pietro Parolinin iştirakı ilə keçirilən mərasimə müxtəlif dinlərin nümayəndələri, diplomatlar, parlament üzvləri, nüfuzlu ictimai-siyasi xadimlər qatılmışdılar. Çıxış edən natiqlər Ramazan ayı münasibəti ilə keçirilən mərasimin ali missiyasından danışaraq onun müasir dünyamızdakı müstəsna rolunu xüsusi olaraq qeyd etdilər. Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə öz çıxışında Azərbaycanla İtaliya arasında multikultural əlaqələrin mövcud olduğunu qeyd etdi. Bütün Qafqazın şeyxi həmçinin vurğuladı ki, bu il Ramazan ayı Yahudilərin Purim, Xristianların Müjdə bayramı ilə eyni vaxta qeyd edilir. Qeyd edilir ki, bu da unikal hadisədir. Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə həmçinin Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Vatikanda mövcud olan abidələrin bərpa olunduğunu da diqqətə çatdırdı. Dünyada çox narahat edici vəziyyətlər və hadisələr baş verir. Lakin indiki şəraitdə biz sülh insanları olmağa və hər yerdə sülhü qorumağa çalışmağa çağırılırıq. Mən düşünürəm ki, belə anlar bu baxımdan çox faydalı ola bilər. Çünki burada biz hamımız birlikdə toplaşmışıq. Müxtəlif dinlərə və müxtəlif mədəniyyətlərə mənsub insanlar olsaq da, sevgi, sülh, həmrəylik və daha sülhsevər, daha yaşanılacaq bir dünya qurmaq istəyi kimi eyni hisslərlə birləşmişik. Bu imkana görə mən çox minnətdaram ki, Şeyx Həzrətləri və bir çox digər dini liderlərlə birlikdə bu görüşdə iştirak edirəm və daha sülh dolu bugün və daha sülh dolu gələcək üçün öhdəliyimizi yeniləyirik. Müqəddəs taxt-tacın arxeologiya üzrə Pontifik Komissiyasının sədri Pascal Jacoboni sülh, dialoq və barışıq yolunun vacibliyini vurğuladı. Düşünürəm ki, Azərbaycan və başqa rəsmilər tərəfindən təşkil olunan bu axşam son dərəcə önəmlidir. Çünki dostluq, qarşılıqlı rəğbət, qəbul etmə və hörmət kimi məqamları paylaşmaq üçün yoldaşlıq, etibar və bir masa arxasında toplaşmaq üsulunu təklif edir. Düşünürəm ki, bu an xalqlar arasında sülh, dialoq və barışıq yolunu yenidən tapmaq üsulunu bizə nümayiş etdirir. Qeyd edək ki, iftar mərasimini İtaliyanın nüfuzlu media qurumları işıqlandırır, ölkəmizdə hökm sürən multikultural mühiti xüsusi maraqla vurğulayırdılar. Fikrimcə bu doğrudan da mühüm bir prosesin başlanğıcıdır. Çünki biz belə qərara gəldik ki, hər il belə bir tədbirlər keçirək. Bir daha nümayiş elədi ki, Azərbaycan tolerant bir ölkəsidir, multikonfessional bir ölkədir və biz ağır bir vaxtda, belə çətin bir dünyada keçən bu proseslərlə əlaqədar çox çətin bir vaxtda biz birləşib digər din nümayəndələri ilə həmin bu iftar axşamı sülhə çağırdıq. Bütün dinlərin nümayəndələrinin Vatikanda eyni süfrə arxasında əyləşərək dünyamızın sülh və firavan gələcəyə naminə dualar oxuması əslində əsrlərdən bəri Azərbaycanda mövcud olan multikultural modelin qətiyyətli təntənəsi idi. Azərbaycan ilk dəfə Vatikanda, özü də Ramazan ayında bəşər iftarı verməyə müvəffəq oldu. Bu, həm də bəşəriyyətə Azərbaycanın növbəti sülh çağırışı idi.